Salam, adım Elnurdur. Bugün sizə sendviç panellərin seçimi zamanı edilən əsas səhvlər barədə məlumat verəcəyik. Sendviç panellərin seçimi zamanı edilən səhvlər sonradan yanğın riskinin artması, temperatur itkisi və əlavə xəstəlik yaradır. Gəlin ən çox edilən səhvlər barədə sizə məlumat verək. Əsas səhvlərdən biri pur, pır və daş şunu panellərin eyni məqsəd üçün istifadə olunmasıdır. Pur və pır panellər əsasən temperatur izolyasiyası tələb olunan yerlərdə istifadə olunur. Daş şunu panellər isə yanğın riski böyük olan ərazilərdə istifadə olunur. Qeyd edək ki, pır və pur panellərin yanğın dözümlüyü olsa da, daş şunu qədər effektiv deyil. Panel seçimində edilən səhvlərdən biri də soyuducu kamera üçün nəzərdə tutulan bu panelləri hər yerdə istifadə etməkdir. Kolstor panellər daha qalın metal və yüksək köpük sıxlığı ilə istehsal olunur. Yüksək izolyasiya xüsusiyyətinə görə aradakı izolyasiya poliuretan olur. Bu panellər -18 və -25 dərəcə kimi aşağı temperatur zonaları üçün nəzərdə tutulur və əsasən soyuducu anbarlar üçün istifadə edilir. Sendviç panellərin qalınlığının düzgün hesablanmaması sonradan əlavə xəstələrə səbəb olur. Sendviç panelinin qalınlığı əsasən aşağıdakı faktorlara görə hesablanır. Tikiləcək binanın təyinatı, tikintinin yerləşdiyi ərazi, daxili və xarici temperatur fərqi, tikintidə izolyasiya tələbi, binanın ölçüləri, altdakı konstruksiyanın quruluşu. Məsəl üçün bildirək ki, 40-50 mm qalınlığında olan sendviç panellər adi istehsalat binaları, 60-80 mm qalınlıq arasında olanlar sənaye obyektləri, 100 və daha qalın panellər isə soyuducu kameralarda istifadə olunur. Düzgün sendviç panel seçimi xərcə yox, ehtiyaca əsaslanmalıdır. Layihələriniz üçün düzgün sendviç panel seçmək istəyirsinizsə, mütəxəssislərimizə müraciət edin.